Əsas məsələ odur ki, sən övladıva öz xəyallarını satmayasan. Yəni bizdə ən böyük problem səhv odur ki, valideyn öz bir gerçəkləşməmiş xəyalı var və sonra onu uşağı o istiqamətə yönəldir ki, bu mən eləyə bilmədim, bu eləyəcək. Mən onu orada uğurlu görüb xoşbəxt hiss edəcəm özümü. Bu bir səhvdir. İkinci səhv də odur ki, o övladını başqa uşaqlarla müqayisə eləyib, "Falan kəs falan şey elədi, sən də eləməlisən" deyə olmalıdır. Məqsəd ancaq olmalıdır ki, mən öz övladımı hələ kəşf edeyim, görüm bu nəyə istiqaməti var, nəyə həvəsi var, nə ona zövq verir. Bunun güclü tərəfləri hansıdır, zəif tərəfləri hansıdır? Və o zəif tərəflərini gücləndirməyə 10 dəfə çox enerji sərf eləməkdənsə, güclü tərəfini daha da güclü eləməyə fokus olsunlar. Yəni biri var, biri bu filan fəndən zəifdir, ona müəllim tutum. Bizdəki yanaşma odur. Amma tərsinə olmalıdır. O filan sahədə uğurludur, orada müəllim tutun ki, o həmin sahədəkilərdən hamısından ən yaxşısı olsun. Çünki onun potensialı ordadır. Yəni elə sanki o neft çıxardırsınız. Burdan qazmışam, neft çıxır. Deyirəm yox, amma mən oradan çıxartmaq istəyirəm onu. Onun üçün orada qazacağam. Yəni burdan nəsə iyi gəlib, onu biraz da qaz, nəsə çıxsın da.